Sizcə bazarlıqlar zamanı kartla ödəniş etdiyimiz zaman daha çox pula qənaət etmiş oluruq, yoxsa nağd ödəniş zamanı? Təbii ki, ilk ağlımıza gələn variant budur ki, kartla. Çünki kartla ödəniş zamanı ödədiyimiz məbləğin bir qismini ƏDV olaraq geri aldığımız üçün hamı düşünə bilər ki, kartla ödəniş zamanı daha çox pula qənaət etmək olur. Amma bu tamamilə yanlış düşüncədir. Çünki araşdırmalar göstərib ki, bazarlıq zamanı insan əgər nağd ödəniş edirsə, insan həm pula fiziki olaraq toxunur, həm də pulun geri qalanını əldə etdiyi zaman pulunun azaldığını bir növ görür. Və bu zaman insan çalışır ki, daha az xərcləsin. Digər istiqamətdə kartda isə insan kartla ödəniş zamanı pulun azaldığını ekranda görür ki, azalır. Amma fiziki olaraq ona toxunmadığı üçün, fiziki olaraq ona pul vermədiyi üçün bir növ rahatlıq tapır. Və bu zaman insan az xərcləməyi, belə desək, az xərcləmək haqqında bir o qədər də düşünmür. Buna görə aparılan araşdırmalar göstərir ki, nağd ödənişlər zamanı insan pula daha çox qənaət edir, nəinki kartla ödənişlər zamanı.